Cənab nazirlər gedir yolun qırağına. Cənab nazir, salam. Salam cənab nazir. Cənab nazir, selamun aleyküm. Hoş gəlmişsiniz Almaniya. Cənab nazir, bir iki sualım var sizə. Cənab nazir. Selamun aleyküm. Hoş gəlmişsiniz. Səfalar getirmişsiniz. Siz bilirsiniz ki, Azərbaycanda tutulub, şərlənib, həbs olunan jurnalist hanımlar var. Və biz bir ay, 5 gündür ki, Almaniyanın Bundeskanzlerinin ofisinin qarşısında aksiya keçirdirik. Biz qeyd elədik ki, Azərbaycanda jurnalist hanımlar azadlığa buraxılsın, biz bu şeyləri yığışdırıb gedirik. Nə Azərbaycan medialarından ses çıxdı, nə də Azərbaycan dövlət məmurlarına. Bununla bağlı nə deyə bilərsiniz? Siz qeyd etdiyiniz məsələlər, bu qənaət ki, gəlirsiniz, sizin şəxsi qənaətinizdir və öz şəxsi qənaətinizi siz bir həqiqət kimi təqdim etməyiniz qəbul edilməzdir. Bununla bağlı Azərbaycan Hüquq Mühafizə orqanları tərəfindən hər hansı bir qərar qəbul olunubsa, bu qərara dair onun apellyasiya və kassasiya formasına təqdim edilməsinin qanunvericilikdə onun üstü var. Biz işgəncələrlə bağlı nə deyə bilərsiniz? İşgəncələrlə bağlı bu sizin mülahizənizdir. Biz bu xanımları işgəncə olunuraq orada. Əminəm ki, Yox, siz deyirsiniz yox. Məhz Mirsaleh Seyidov tərəfindən qadınlara qarşı ümumilikdə bu mümkünsüzdür. Həm qadınlara qarşı, həm kişilərə qarşı. Ona görə siz şəxsi mülahizənizi burada bir fakt kimi təqdim etməyiniz qəbul edilir. necə fakt bugün beynəlxalq jurnalistlər, beynəlxalq ictimaiyyət, Amnesty International hamısı təsdiq edir ki, bəli, bugün Azərbaycan Yox, üzr istəyirəm. Bax, Cənab nazir də qeyd elədi, siz şəxsi qənaətinizi Azərbaycandakı ictimai siyasət yox, mən şəxsi qənaət. Siz subyektiv yanaşır məsələyə. Özünüz Almaniyada hansı statusda yaşayırsınız? Mən siyasi. Siyasi hansı? Bəli. Azərbaycana nəyə görə getmisiniz? Bax, indi mən sizə deyim. Deyin, gəlin dinləyək bir-birimizi. Əhsən. Mən Nardaran hadisələrini, bəli, Nardaran hadisələrini. Nəqrə məsələlərində hansı ölkənin xarici müdaxiləsi var idi? İndi deyəcəksiniz İranın. Ha? Yox, mən hansı ölkənin adını Siz deyəcəksiniz. Yox, siz deyəcəksiniz İranın da, bəli. Bax, bir də əzizim, mən söz... Azərbaycan Respublikasının suverenliyə müdaxilə edən kənar müdaxilələr var idi. Bu məsələni bilirsiniz yoxsa yox? Azərbaycanın suverenliyi və milli təhlükəsi hər şeydən dəyərlidir. Xarici ölkələrin mənafelərinə xidmət edən qüvvələr var. Xahiş edirəm, arxamdan keçin yəni. Xahiş edirəm. Narahat olmuyorsunuz. Siz işinizdə olun yoldaşlar. Xahiş edirəm yəni. Müzakirə edirik. Bizim vaxtımız yoxdur, sizin çox mükəmməl etməyə var. Yox, bax, üzr istəyirəm. Azərbaycan vətəndaşı olaraq, Azərbaycan vətəndaşını siz dinləmirsiniz. Mən müstəqil jurnalistəm. Müstəqil jurnalistsiniz. Bəli, müstəqil blogerəm. Yox, jurnalistlə bloger arasında fərq var. Terminologiyada gəlin düzgün istifadə edək. Məsələn, sosial şəbəkələrə çıxırsınız, Azərbaycan cəmiyyətini yanıltmağa çalışırsınız. Sizin kimi burada bir neçələri də var. Yox, bax görürsünüz, siz mənə şər atırsınız da. Siz deyirsiniz sizin kimi. Sizin kimi bu hələ var. Yox, bu şər, üzr istəyirəm. Bu şərdir. Səfir qardaş, bir dəqiqə olsun. Yox, bax siz görürsünüz, insan haqlarını pozursunuz, insan hüquqlarını. Siz söz azadlığının qarşısını alırsınız. Yox. Cənab nazirlə biz görüşü bilmirik, söhbət eləyə bilmirik, gəlmişik. Nazir sizlə söhbət edir. Bəli də, mən də nazirlə söhbət eləyirəm də. Yox, təhrif eləmir. Xeyr, yanlış eləmir. Deyində faktlara əsaslanmaq lazımdır, düzgün demək lazımdır. Xeyr, ya burada yanlış sad yoxdur. Biz bugünkü gündə təhrif edib Azərbaycan ictimaiyyətini çaşdırmağa cəhd etmək lazımdır. Bəs Ramiz Mehdiyevlə bağlı nə deyə bilərsiniz? Nə dəxli var məsələn? Necə Ramiz Mehdiyev Əli Kərimlə bağlı şərli əfsələdir? Ramiz Mehdiyev Azərbaycanda müəyyən bir addımlara cəhd atırdı da qeyri-qanuni. Bəs niyə Ramiz Mehdiyev ev tutağıdır, ancaq Əli Kərimli bu gün Milli Təhlükəsizlik Nazirliyinin padvanında oturur? Niyə yoxdur? Mən sizə sual verim də niyə? Siz burada prokuror müstəvisindəsiniz yoxsa Necə olsun? Biz də ədalətli qərar istəyirik də. Ədalət istintaq gedirlər. İstintaqın nəticələri Hansı istintaq gedir ki, adam oturub evinin içində? İstintaqdan öncə siz qərar qəbul Yaxşı, Eldar Mahmudovçun. Neçə yaşı var? Səhhət və digər faktorları nəzərə alırsınız. Nəzərə almırsa. Biz Əli Kərimli heç nəzərə almırsınız. Əli Kərimli istintaq gedir. Vallahi billahi deyirəm. Cənab nazir, siz özünüz də bilirsiniz ki. Mən nazir deyiləm. Cənab prezidentin köməkçisiniz, bilirik. Bəli. Vallahi bunu siz özünüz də gözəl bilirsiniz ki, Azərbaycanda
insan haqları yoxdur. Bunu siz çox gözəl bilirsiniz. Azərbaycanda çox gözəl Düşünürsünüz insan mənim haqları var. Nardaranda, Azərbaycanda üzr 10 milyon istəyirəm. insan Bax, yaşayır. bax Maşallah, mənim ölkəmizdə Nardaranda turistlər Emin gəlir, Ağalarov özünü xoşbəxt tərəfindən, edir. cənab nazir, Emin Ağalarov tərəfindən mənim 2 hektar 70 sot torpağım əlimdən alınıb. Maşallah, Yaxşı. 2 hektar torpağınız var. Bəli, niyə? Maşallah, Yox, maşallah. Necə olur sizin 100 hektarlarla yeriniz olur, mənim 2 hektar yerim olur. İndi biz hələ bilmirik də. Niyə bu günləri Kuska deputatının olandan sonra, hansısa bir nazirin olandan sonra, Beylər Eyyubovun olandan sonra mənim olmayacaq. Nardaranda gedin baxın, mülkiyyət hüququ əsasında nə qədər vətəndaş öz torpağına təhvil verib. Vallah deyirəm sənə, billah deyirəm sənə ki, Emin Ağalarov tərəfindən mənim 2 hektar 70 sot yerim əlimdən alınıb. Hansı məhkəmə? Məhkəmə işləyir. Azərbaycanda məhkəmə işləyir. Vallahi Azərbaycanda məhkəmə yoxdur. Çox sağ olun. Cənab nazir. Uğurlar arzu edirəm sizə. Yox, cənab nazirin. Siz öz şəxsi mülahizənizi ən müxtəlif sahələrdə və sizin yanaşmanız da onu göstərir ki, siz çox qərəzli yanaşırsınız. Yox, yox, yox. Çünki adamın bir sualı ola bilər. Siz nəyinəsə razı ola bilərsiniz, nəyinsə razı olmaya bilərsiniz. Mən siz ən müxtəlif sahələrdə şər böhtan atmaqla və öz şəxsi mülahizələrinizi burada bir həqiqət kimi təqdim edib, israrlı şəkildə dediyinizi təqdim edib kimisə inandırmaq istəyirsiniz. Bu belə deyil. Yəni əlinizdə də telefon sizə şərait də yaradıldı. Yox, Siz zaten dediyiniz heç bir nə tutarlı fakt qoyursunuz ortalığa, nə əsas qoyursunuz. Niyə mənim Sadəcə tutarlı öz- o da sənədlərim var, o da öz sübutlarım var. Bir gün sənədləriniz Azərbaycanda şərlənmiş, sənəd- tutulmuş o da sənədlərinizi insanlar var. Təqdim edin. Bu sizin yeriniz. Çox səhv, yanlış. Niyə? Mənim 2 dənə mənim 2 əmmi oğlunu öldürdünüz, birini də şikəst sələsi. Bir gün Nardaranda, Yox, üzr yox, istəyirəm. yox. Cənab nazir, bir gün Nardaranda gəl- mənim qapımda, bax bu gün mənim qapımda. Bir gün post var. Niyə? Ha? Niyə də? Yox da Nardaran hadisələri 10 il cənab nazir, 10 il bundan qabaq Nardaran hadisələri olub. 10 ildə keçib üstündən. Hələ Nardaranda bugünkü günə qədər postlar qaldı. Respublikasının milli təhlükəsizliyini, Azərbaycan Respublikasının suverenliyini təhdid edən hər bir hala qarşı ölkəmizdə hüquq mühafizə orqanları tərəfindən zəruri tədbirlər görülür. Azərbaycan Respublikasının insanlarımızın xoş firavan yaşaması üçün dünyanın ən təhlükəsiz ölkələrindən və şəhərlərindən biri olmaq üçün bu kimi neqativ halların da qarşısı alınır. Bunları siz çox gözəl bilirsiniz. Hansı negativlərin qarşısı alınır? Kənar müdaxilələrin Hansı Nardaranda kənar silahlı müqavimət yaratmaq istəyən şəxslər və cəhdlər var idi. sizə hələ gəlir. Sizə elə gəlir. Bilirsiniz nəyə? Vallahi Bilirsiniz, təhrif yox, edirsiniz, Daxili İşlər sürüksüz. Naziri Vilayət Eyvazov idi. Ramin Üstübov sizə yanlış məlumat verib. Bey, yox, vallahi billahi siz bilirsiniz ki, Vilayət Eyvazov üzr istəyirəm. Vilayət Eyvazov siz özünüz bilirsiniz ki, Azərbaycanda ən böyük cinayətkarın yesidir. Bax Vilayət Eyvazov. Vilayət Eyvazov şəxsən mənim başıma tapançanı diriyib. Buradan ataram səni 2-ci mərtəbədən 3-cü ölübü taparlar. Bunu əgər naziri deyirsinizsə Vilayət Eyvazov Azərbaycanda olmayan Azərbaycanda Daxili İşlər Nazirliyi ölkəmizin təhlükəsizliyi namında xidmət edir. Vilayət Eyvazov bircə bir dənə şeyə xidmət edir. İlham Əliyeva qutardı. Xalqa xidmət eləmir. Xalqa xidmət eləsəydi, Qarabağı xilas edən prezident olmalı. biz demirik ki, yox Qarabağa o kəsib yetim, o əli ayaqyalı olmayan adamların balaları müdaxilə eləməyin. Kim? Sən hardan bilirsən? Mən əskərli hərbidə olanda İlham Əliyevin oğlu Londonda keyf eləyirdi, qayf eləyirdi. Yox deyir, görmüsünüz? Müəllim nə deyir? Deyir ki, vuruşardınız. Nəyi vuruşardım mən? Siz artıq Yox. həddinizi keçirsiniz. Yox, biz həddimizi keçmirik. Yox. Və su istifadəni sizə şərait yaradıldı. Siz yaxınlaşdınız, sizə şərait yaradıldı. Buna baxmayaraq siz şər böhtana keçirsiniz, həddinizi keçirsiniz və mən Azərbaycanda siyasi məhbus var. yox. Bax bunu siz də deyirsiniz. Beynəlxalq ictimaiyyət də deyir. Hər kəs deyir. Niyə? Niyə Azərbaycanda? Yəni bu vaxta qədər yəni Azərbaycanda bir dənə siyasi məhbus yoxdur. Hə? Siz suallarınızı Yox, kifayət qədər- bir dənə. kifayət qədər Yəni çalışdım, siz cavab özünüz vereyim. bilirsiniz ki, Siz bir burada günləri isə- siz burada isə siz bilirsiniz özünüz ki, müəllim, bir gün Azərbaycanda yox, siz mənə boynuma işlə qoyun. yox, siz özünüz çox gözəl bilirsiniz ki, Azərbaycanda siz də çox Əli yaxşı- Kərimli siz də birbaşa çox yaxşı bilirsiniz. Rusiyanın Siz də çox yaxşı bilirsiniz siyasi ki, siz burada siyasi oyun oynayırsınız. xeyr, siyasətdə oyun oynamıram. Birbaşa siyasi fiqurdur. Sağ olun. Salamat. Ancaq onu bilin ki, heç vaxt belə getməyəcək. Ədalət bir gün gec tez yerini tutacaq. Həqiqətən tutacaq ha.
Vallahi bu qədər insanlar ki şəhərlənib, həbs olunub, bir gün ədalət öz yerini tutacaq. Bunu görəcəksiniz. Xalqa xidmət eləmək lazımdır, hakimiyyətə yox. Sağ olun.